Herkese salamlar. Necəsiz dostlar, yaxşısınız? İnşallah bu video bizim YouTube kanalımızda birinci videodur. Qazaxıstanda yaşayıram. Hal-hazırda burada olan market qiymətləri nətərdir, Azərbaycanla eyni deyil. Burada bahadır, yoxsa Azərbaycanda bahadır? Bu videoda gedəcək marketə qiymətləri çəkib sizlərə göstərəcəm. Bu videoda marketə gedəcək və marketdə qiymətləri sizə göstərəcəm. Azərbaycanla eyni qiymətdir ya eyni qiymət deyil. Hamısı birlikdə çəkib göstərəcəm sizlərə. Belə videoların gəlməsini istəyirsinizsə, takip edin, video bəyənin. İnşallah belə videolar çox gələcək. Getdik. Böyük cipslər 1015 tenge. Azərbaycan pulundan yazacağım burada qıraqda. Görəcəksiniz. Böyük cipsi 1015 tenge. Sonra çıtırı kolalar 980 tenge. Azərbaycan pulundan yazacağım, baxacaqsınız. Sonra 1 litrelik var 665 tenge. Sonra belə bir çörəklər var 100 tenge. Beləsi var 345, 250. Çörək çeşidləri çoxdur deyə. Sonra belə bir şirniyyat 415 tenge. Sonra belə 10 ədəd yumurta var 690 tenge. 10 ədədi 690 tenge. Sonra burada 1 litr at sütü var, at sütü 1680 tenge. Bilirsiniz də Qazaxıstanda at əti, at sütü zapret yoxdur. Qımız 1680 tenge. Sonra burada qatıqlar var, kefir qatıq 705 tenge 1 litri. Sonra belə bir saskalar var paketdə 1755 tenge 2300 tenge. Çempion çayımız var 1369 tenge 250 gram. Burada at konservası var 1715 tenge at konservası. Sonra inek konservası 1855. Konservalar çoxdur. Ketçuplar var 440 tenge. Turşular. Burada 1 litrelik simitska yağı 845 tenge. 1 litre simitska yağı. Burada neçə litr? 1 litr 700. 1680'də 1 litr 700. 3 litr 2855 tenge 3 litri. Azərbaycan pulundan hamısını yazacağım, görəcəksiniz. Bu isti limonat 670 tenge. Bizdə bilmirəm neçədir, yazacağım, müqayisə edirsiniz. Daha albeni şokolatı 360 tenge. Da meyvələrdə, tərəvəzlərdə biber kiloqramı 1610 tenge. Biberin kiloqramı. Alma, qırmızı alma. Xiyarın kiloqramı 960 tenge. 1 kilogram xiyar. Kiwi. Armut 1920 tenge. Soşkanın kilogramı 285 tenge. Soğanın 1 kilogramı 225 tenge. 1 kilogram un 809 tenge. 2152 tenge. Heydər Şoldayız. Burada Qazaxıstan öz şokolatı var. Qazaxıstan şokolatı 1120 tenge. Burada da var 1365 tenge. Belə bir ruletlər var. 300 qramlığı 650 tenge. Su çeşidləri həddindən artıq çoxdur. Deməli dostlar, videonu sonlandırdım. Belə videolar gəlmək istəyirsinizsə like edin.
kanalımıza abunə olun. Və nə iləsə maraqlanmaq istəyirsinizsə, burada yorumlara yazın, onun qiymətlərini sizə deyək. Və yaxud da nəsə maraqlı gəlirsə, onu çəkək göstərək sizlərə. Siz də kanalımıza abunə olsanız sevinərəm. Bu arada kanalımız təzə açılıb, 0 takipçi, yəni heç bir takipçi yoxdur. Kanal dünən açılıb. İnşallah uğura doğru gedirik. Hər şey sizdən asılıdır. Like qoya bilərsiniz, videonu bəyənə bilərsiniz və paylaşa bilərsiniz öz dostlarınızla. Görüşənə qədər sağ olun, salamat qalın.